Vaxt var idi ölkəmizdə təhsil almaq üçün can atırdıq, amma dövr və tələblər o qədər dəyişib ki, indi xaricdə də təhsil almısansa, bir pillə öndəsən. Digərlərini qabaqlamaq istəyənlər daha çox hansı ölkələrdə təhsil almağa üstünlük verirlər? Material izləyək. Xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində 2024-2025-ci il tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start verilməsi nəzərdə tutulub. Bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramları artıq təsdiq edilib. Siyahı 15 prioritet ixtisas sahələri üzrə 28 ölkənin 179 ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Bəs gənclər ali təhsil üçün ən çox hansı ölkələrə üz tutur? Hansı ixtisaslara daha çox maraq var? Həm Elm və Təhsil Nazirliyinin tərtib etdiyi siyahıya, həm də tələbələrin statistikasına baxdıqda aydın olur ki, gənclər qərb ölkələrində ali təhsilə üstünlük verirlər. Ötən illərə münasibətdə daha çox müraciət olunan ölkələr Türkiyə Respublikası, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası kimi ölkələrdə daha çox müraciət olmuşdur və hazırda təhsil alan tələbələrimiz də bu ölkələrdə təhsil alır. İxtisaslara münasibətdə isə daha çox mühəndislik, maliyyə, informasiya texnologiyaları, dövlət idarə etməsi, təhsil və digər ixtisas istiqamətləri üzrə təhsil almaqdadılar tələbələrimiz. Dövlət proqramına hər il 80 nəfərin bakalavriat, 320 nəfərin isə magistratura təhsili üçün seçilməsi nəzərdə tutulur. 2022-ci ildən bugünədək dövlət proqramı ilə 752 gənc təhsil almaq hüququ əldə edib. Dövlət proqramı ilə xarici ölkədə təhsil alan müsahibimiz də təcrübəsini ölkəmizdə tətbiq edəcəyinə inanır. 2022-23-cü illər üzrə deməli Queen's University Belfastda Birləşmiş Krallıqda beynəlxalq dövlət siyasəti üzrə təhsil almışam. Təhsil keyfiyyəti baxımından qeyd etmək istərdim ki, yəni gedib biz orada adi, yəni belə deyim də, tələbələrlə birlikdə araşdırma aparmağımız, research based hər hansı bir essaylərin yazılması istiqamətində və mövzular ətrafında geniş belə deyim də, biliklərə malik olmaq istiqamətində həqiqətən də çox dəyərlidir. Xaricdə təhsil üçün dövlət xəttindən əlavə fərdi qaydada müraciət edənlər də az deyil. Seçim edərkən isə gənclər ilk növbədə bütçələrini nəzərə almalı olurlar. Tələbələrin çoxu ümumiyyətlə fərqli yollarla xaricə müraciət edir və burada bir neçə qol var. Əsas, məsələn, bir kütləmiz odur ki, tələbələrimiz istəyir ki, sırf təqaüdlə olsun təhsilləri və o zaman onlar qeyd edirlər ki, yəni fərqi yoxdur, istər bu Polşa olsun və ya fərqli bir ölkə olsun. Əsas odur ki, ya təqaüd qazansın və ya da ki, hər hansısa bir endirim. Daha sonraki seçim odur ki, aşağı illik təhsil haqqı olan ölkələrə tələbələrimiz fokuslanır. Bu zaman isə tələbələrimiz daha çox Polşa, Litva, Latviya kimi ölkələrə bir növ yönlənirlər. Dövlət proqramı yaxud da fərdi qaydada. Gənclərimizin əksəriyyətinin qərb ölkələrində təhsil almağa daha maraqlı olduğunu görürük. İxtisas seçimində isə yeni dövrün tələblərinə adaptasiya prosesi sürətlənib. Tarixən də xarici ölkələrdə təhsil alan gənclərin öz dövlətlərinin təşəkkülündə mühüm rol aldığı məlumdur.